درخواست بده اونجا sana koydum bu an. Ay Xuzəstə. Hacı koy. Ha belə bu dünyada üç şey başa bəyladı. Yaman arvadı yamanı, oğladı yaşayan yeyladı. İşi diye seni tanır, elleri yutarak. Birini başa, birini başla bir saat bakalım vay. Deyir bu dünyada üç şey başa bəladır. Hüseyin Bozarqanlının dostu gəlir, deyir ay Hüseyin 30 il ürəyimdə bir dərdim var deyəmirəm. Amma bugün əyan edəcəyəm, nə mənədir? Deyir 30 ildə həyat yoldaşımla, yəni xanımla yola getmirəm. Allah xala vurmuşdu bundan bir oğlan uşaq bala gəlmişdi. Deyirdim inşallah qocalanda əlimdən tutacaq. Bir hafta olar toyunu eləmişəm, acıq eləyib gedib, ayrıldı. Göyçə mahalından bunu bilirsən. Göyçə mahalından bir at almışdım, amma keyfim sazıdır. Vurub yerə qabırqalarını çağırır. Şeysən Allah, mənim bu dərdimə münasib bir şeir deyirsən. Ged Allah'ım olsun, dünyada üç tane dərd var. Bu dünyada üç şey başa bəladır. Yaman arvad, yaman oğlan. İstəyəsən canın əldən qurtar, əsasən ələ qatın mən. İstəyəsən canın əldən qurtara, birin boşa şər yol qoyur, birin boşla, birin sağ. Yaman arvad tez kişini qocalda, doğrudan da bu zaman. İstəyəsən gələsən, bir bədəxlaq arvadın ola. Axşam çağı, nə oldu? Axşam da əlin sala cibi var, görə bir zad işləməmişsən. Elə çımxıracaq, 30 il dalı düşəcəksən. O bizim balabancıdadır. O bunlardadır bak. Amma vay o kişinin halına, hoş o kişinin halına. Allah möhrüban, işləyə bunu naz eləyəcək. Allah'ın dostsun kişinin birinci ustadı, birinci yoldaşı, birinci dayağı, birinci əxlaqı hər zad ilə xanımdır da, yaxşı xanım. O da Aşıq Yədullah gildədir. Yəni Allah Teala deyir, əgər mənim xud özümün Allah deyirəm, mənlə dost olsan, yaxşı qismətlə verəcəyəm sənə. Həyat yoldaşın yaxşı olsa, yaxşı bəhrəmənd olur. Yaman arvad tez kişini qocaldar. Əsil arvad bol dərdini azaldar. Bu dünyada üç şey başı ucaldar. Yaxçı səfa, açıq surpa, təmiz at. Bunlar da lazımdır. Tənhoza, bu üç hissənin gələ üçü də olmaz. Görə o bilsin necə deyil.
Şiyat. La ilahe illallah, la ilahe. La ilahe illallah, la ilahe. La ilahe, la ilahe. Deyir be her qohum xalqa adama güldürər. Pis qardaşın dərdi adam öldürər. Hüseyin deyir yıxılsan da qaldırar, karlı düşman, ilqarlı dost yaxşıya. Allah heç kişinin mən düşmanım da deyirəm, anlamaz eləməz. Düşman da gərək anlayan olar. Hə, filan kəslə tərəf olubdur. Yaşayasınız. Əhməd Əgər görüb pulu bağlı. Can, əmr.
meydanda təkən yeri ardına. Eğer bu Farsistanda bu Azerbaycanlı yaşayır. Bu Tehran'da Türk balası var. Burada yatıp üzün çeviren Azerbaycan'a sarı gece yatan oğlan var. Eğer Babək'i tanıyan var, Qoşşoroğlu'nu tanıyan var, şəstlə sinəsin Tehran'da verip qabağına qabağa deyən mən Türk balasıyam var, öz sağlığına bir el çalsın. Bu meydan çətin meydandır. Bilirsən niyə? Burada bir böyük aşıq vardı. Aşıq olmasaydı hesaba koymazdım. Ha deyərdim, ged otu yerə, mən də duramıyorum. Amma yox. Duranda dedim, aşıq Sirus, icazə verirsən sazımı açam, köynəyindən çıxadan. Bilirsən niyə? Çünki o böyük aşıqdır. Onun aşıqlığı qalsın kənarda böyük insandır. Bilirsən, aşıqlıqdan, sənətdən qabaq insanın insanlığı adamlığıdır. Əyləş, əyləş, görmürəm axı mən Sirusu. Bu insanlıq, bu adamlıq insanın qanında olar. Bu gelib danışqalarda təhsil almaqla deyil. Qardaş, mən oturacağım yerə ha səs olsun. Dedik, aşıq oxuyanda gələk milçəyin qənətinin də səsi gəlməyir. İstişalı, nəlvəkül, çayı da yenişdir, qoy birazcana. Bilirsən, burada dedim, böyük alim oturubdur. Onu şayət burada məncən tanıyan olmuyor. Bəli, böyük insandır o. Buna görə dedim ki, ədəb, mərifət, insanlıq, kəmal, adamlıq, bunlar sirvət ilə, şöhrət ilə, pulla, məqamla gedib danışqahlarda təhsil almaqla deyil, bu ilahədən verilən bir paydır. Dünyalar qədər sənətin olsa, adamlığın, insanlığın olmasa, o sənət bir pənabada deyil. Allah rəhmət eləsin. Qəmkeşin bir dənə şeiri yadıma düşdü. Deyir, neçə bağban cələ avırdı söydə, amma çəhdi öz zatına, badam olmadı. Çiçək açdı, bar da verdi aşikar, heyv meyvəsində bir tam olmadı. Alimlər çalışıb çəhdilər qəhər, nə mis gövhər oldu, nə qaradaş zər, nə xeyir şər oldu, nə zəhər şəkər, hesab kəsir qaldı, bir kam olmadı. Qəmkeş, bu yollarda çox gəlmə cana, əslindən kəc olan çətin ki qana, neçə alim elm örgətdi nadana, alim oldu, amma adam olmadı. Alim olmaq olar, adamlıq dedim da ilahədən verilən paydır. Ona görə mən belə danışdım, belə dedim ki, Sirusun adamlığı, kişiliyi, insanlığı sənətindən daha üstündür. Onun sağlığına bir el çalın.
Deyirəm naşı təbi oldun dərdə giriftar, dərdə dərman ey ya səndədir ya məndə. Aşıq deyər ya məndə, gözüm qaldı ya məndə. Bulur bu xadından ey həmail asmış, ləl üstündən ışığı verir ya mən. Dedim eyneynim ey məndə qaldım ya məndə. Dedi taxsir ey ya səndədir ya mən. Naşı təbib, oldun dərdə giriftar, dərdə dərman ya səndədir ya məndə. Aşıq deyər ya məndə, gözüm qaldı ya məndə. Bulur buxarından həmail asmışlar, üstündən işıq verir. Dedim neyim, mən də qaldım ya məndə. Dedi taxsir ya səndədir ya məndə. Bilirsən, bax bu mənə baxan tamaşa eləyən gilələr. Oxuyuram dayı, məxsən cavanların ürəyini oxuyuram. Ağsaqqallar bağışlasın, bir böyük bayatıda deyir, iki qaşın arası, ürəkdə var yarası, eşq odunda yanmasın, heç nənə olmasın. Oldum ey ya deli, gören dedi ya divane, ya deli. Aşır diyer ya deli, ya divane, ya deli. Şirin canla ey hanımanla keçerem, yara değse ya deli. Ya deli, ondan ölüm ey ya səndədir ya mən. Sağ olasın. Mənim dədəsidir. Al görək. Elə xoşum gəlir səndən əmi, əlləri ağrımasın. Tamam eyləşənlər sağlığına, bəy gəlinimizin sağlığına, uzaqdan, yaxından gələn qonaqlar sağlığına. Eşq ucundan cünun oldum ya deli. Görən dedi ya divane ya deli. Aşıq deyər ya deli, ya divane ya deli. Dədə Mərvaha şirin candan xanımandan keçərəm, yara dəysə ya deli. Ay Beyilqar, sən də tutsan ya deli, onda ölüm ya səndədir, ya məndə. Bilirsən, yerdən, göydən, xilqətdən, ustadnamədən, tədnisdən, divandan, hələ məclisimizin axırında mən cəsarət eləyəcəyəm, bir Aşıq Sirusla bir meydan açacağım burada birlikdə bahəm. Bayaqlarıma da dedilərlə şad oxub, mən də dedim Aşıq Sirus, sən oxudun, hamı da yaxşı qulaq astır. Gəl icazə ver cinəm, mən bax bu qonaqlarımıza da bir xoş gəldin deyim, ondan sonra genə bu cəmaatın qurluğunda olacaq. Məndən səlam olsun məclis əhlinə, xoş gəlibsiz Bismillahın eşqinə. Bir Allah
yar deymayam ona. Benim böyük Allah'tan bir arzum var. Dedim o iş aşık sözləri də Sirus deyil. Mən zaman dərdimizi, Azərbaycanın dərdini oxuyacağım. Türk dilimizin dərdini deyəcəyim. Dürbün də roşəndə Allaha tapşırıram özümü. Ay usta, gəliyor mən. Siyasi olur ha. Yaradan, ne deyirsən? Yox. Bir aşık siyasət bilməz nədir? Aşık elə bağlı deyilirlər. Və siyasət ya mən bilmərəm mən. Yaradan verseydi mənə ixtiyar, neynərdim? Allah ixtiyarı bəndiyə vermə, bəndə bilməz neydir. Bu bir arzudur da. Baxaq görə elə, bəlkə də yaxşı arzu edirəm. Yaradan verseydi mənə ixtiyar, dünyanın hər yerin əlvan yazardım. Qoymazdım bir gülün rəngi sarala, hər gülə bir dənə bağban yazardım. Kainat yazardım, necə kainat? Nə xumsu verərdim oradan, nə zəkat? Məddaha verməzdim hətta 1 manat. Ağlamaq vəsfinə payan yazardım. Şeytanı tutardım, neynərdim? Yox. Şeytanı tutardım, qarnın sökərdim. İxtilaf buxcasını bir yol bükərdim. Şiiyə, sünniyə qələm çəkərdim. Götürüb hamısını insan yazardım. Minada daş atan müsəlmanları qoymazdım kəsələr o heyvanları. Pozardım o qədim yazılanları, götürüb təzədən fərman yazardım. Süz dedicüz Allah kiçikdir vallah. Süz dedicüz Allah kiçikdir vallah. Fikirə sığışmaz mən deyən Allah. Şifrimi yazmasa gərayətullah, dedicim sözlərə Burhan yazardım. Aşı bağrına bas hədəfli sazı balam, min calahlı bir sualdan danışaran eyli leyli 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 leyli. Açan ey saz çalar, al bu xalda qara xaldan ey danışa. Əlrəm acey rambala tər, lambala dərdin al. Al bu xalda qara xaldan ey danışa. Aşıq. Ha, Siruska, səni demirim ha. Səni də deyəcəyəm, səbr ol. Çox işim. Aşıq, bağrına bas sədəfli sazı, min cavablı bir sualdan danışaq. Məclis quraq, söhbət açaq, saz çalaq. Ağ buxaqda qara xaldan danışaq. Buxaq deyəndə
Bir zat yadıma düşdü. Bizim türk ədəbiyyatının gözəlliyini istəyirəm burada deyəm. Bax, bir dənə bu çehrədə, bu qiyafədə. Sən bu əza, bu üzvlər ki, Allah yaradıb, bir diqqət elə. İndi bu vacələrə, bu kəlmələrə bax, türk dilində. Farsa bax. Deyirlər quş, bini, ləb. Heç biri-birinə oxşar bir kəlmə. Bax, bir dənə bura bax bizdə. Qulaq, dodaq, buxaq, yanaq. Bir dənə buna mən səhərəcən danışa bilirəm. Bu bizim türkün gözəlliyidir. Amma cavan da götürür telefonu, qız dostu ilə farsı danışır. Kilas qoyur onu. Gecə ta o sübh açılınca mələdim, bilmədisi heç. Ürəcin qanını gözdən elədim, bilmədisi heç. Gün çıxan vaxtda yığışdınız bir ağaç kölgəsinə, aynan olmadı bir kimsə ağaç şihəsinə, nə yuxu, ləş-ləşin üstdən kələdim, bilmədisi heç. Qollarınızdan yapışıb silkələdim, bilmədisi heç. İndi da kət dağılır, bağ pozulan vaxtı oyan, gözləyirdim bu minillik yuxudan bəlkə duyan, zəngən aldın Qızıl Azər elinin üstə qoyan. Yuxudaydı, sizi açdım, bələdim, bilmədisi heç. Qollarınızdan yapışıb silkələdim. Sağ olasın. Kemalım ey, bir günahsız ey, dodaqdan balam. Vay Kemalım ey, bir günahsız ey, dodaqdan. Düşman baxıb ey, həsrət çəksin uzaqdan. Ay, la balaya, ay, la balaya, la balaya. Şaldan ey danışaq Ölrəməz ey Rambala təyər Lambala dərdin alır Oy Kemalım bir günahsız dolaq Qatillərdən ələt İndi çağın ürəyə keçinlər Cəb yana Qoy Kemalım bir günahsız dodaqdan Düşman baxsın, həsrət çəksin uzaqdan. Yar bəzənib çıxan zaman otaqdan, çiynindəki firməşaldan danışaq. Axı, yar kəlməsi deyəndə, düzdür, bizim cavanlarımız elə hamısı bu asavaddır. Yar kəlməsi bilirlər. Elə qonşuda filan kəsin qızına demirik də biz yar. Burada Allah rəhmət eləsin, Usta Şəhriyarın bir şeiri yazıma düşdü. Düzdür, hala farsça yazılıb cavab deyib. Amma istəyirəm deyəm ki, bəli, bunların hafizi var, sədisi var və bizim də Şəhriyarımız var. İstəyirəm bunu deyəm. Özdə bir dəndan şikən cavabını deyim burada. Hafizin böyük şeirin hamımız bilirsiniz da, deyir. Duş deyidəm ki, məlau ekdəri meyxanəzədən. Duş yəni deyişəm, gecə necə gördüm, meyxanənin qapısı məlakə deyir. Məlakə meyxanada neyir? Gəlib vodka içməyə, yox vallahi. Duş deyidəm ki, məlau ekdəri meyxanəzədən, geli aldəm besirişdən do be peymanəzədən. Sahib götürür buna bir cavab yazır, deyir, dəri meyxanə nə bu bəsdir ki, halcət başəd. Hafizə qoft məlau ekdəri meyxanəzədən. Buranın ki, qapısı açığıdır. Niyə hafiz deyir, qapısını döyürdülər?
Sənin ruhun şad, Şəhriyar, deyir, dəri meyxanı nə bud bəsti vəli, hürməti mey vacib amət ki, məlau içləri meyxanı zədir. Meyin ehtiramı vacib elədir. İrfanda gəlib görür ki, bəl, Həzrət Peyğəmbərin qapısı həməş açıq olarmış. Sahib deyir, niyə bunun qapısı açıqıdır? Hafiz deyir, buranın qapısı dördü məlakə. Şəhriyar deyir, meyin ehtiramı vacib elədir. Peyğəmbərin ehtiramı vacib elədir. O məlakə kimidir? Mələkəl mavzudur, gəldi Peyğəmbəri qəbz ruh eləyə, icazə alır, gəlir içəri. Qapını deyir Həzrət Fatimiyyə, Həzrət Peyğəmbər deyir ki, qapını. Ged onu rahnamalıq elə gəlsin içəri, o mələkəl mavzudur. Budur, indi yar deyəndə bizim biraz cana, Dəmirçi Abbas oxu demiş deyə, burada da Allah səlamət eləsin, Aşıq Rəhim nəzəri oxumuşdu. Camışın, qaymağın, beçənin, balın, qazanıb verəsən azdır gözələ. Çəkəsən nazını, sorasan halın, 100 il qulluq etsən azdır gözələ. Cavanın içi geçir gözəl deyən. Amma deyirlər ki, Dəmirçi də bu sindisalında biraz cana çaşıb elə bir götürür İslahiyə deyir. Deyir, ruhum ağ geyinir, ağ da bağlayır. Bir kəlmə halımı soranda gözəl. Gözəllik namusdur, qeyrətdir, ardı, yazılıb ayədə Quranda gözəl. Çox baş ağrısı verdi, çal bunları xoş elgər.
Sən bir dəqiqə əyləşir. Tixa da tirincə olmaz. Sağ olasın. Qardaş, şuluq eləyəndə də hamımız qoşuruq bir-birimizə də, sahişdə olanda da qoy. Çək, onu Aşıq Sinusla Durbayağa Meyraşnamə də oxuyacaq. Gözüm üstə çək. Mənim gözüm üstə. Hamınız bilirsiniz ki, ay sağ ol, sən ol Cəfər Xaçpur qardaşımın da sağlığına. Hamınız bilirsiniz Əlimxan, Allah qıymasın, böyük şairdir da, böyük alim. Qəriblikdə, yəni Almanda əməl eləyəndə, bunun elan 2 dənə kuliyyəsinin ikisini də əməl elədilər, böyrəklərinin ikisini də çıxartdılar. Bir qəriblikdən yazıb, amma bilirsən harada yazıb. Bunu elə belə oturmuşduq bayım, dedim, şair, o şeirin gəldi çatdı mənə yaman ürəyim şöylərdi, amma bunun nə dəyəri oldu yazdı. O ayat-ı ki nazil olub Həzrət Peyğəmbərə hər ayənin şərhi nüzulu var. Hər şairədə bir şeir yazmağa bir şərhi nüzul var. Yəni, bir ittifaqı düşməsə yazmaq olmaz. Deydi, valla, otaq əməldə gördüm bihuşi döktürü gətirir, o ampulu, iğnəni bihuş eləməyə məni. Deyir, havasını aldı, ay Xaçpur. Kərtli istədi ki, mənim qolumdan bihuş eləyə, iğnəni vura, dedim, saxla, dayan. Bəlkə mən heç ayıqmadım burada. Azərbaycan hara, Alman hara. Bəlkə mən ayıqmadım buradan, qoy bir şeir ürəyimə gəlib, bunu burada yazım. Bəlkə də mən vətənə sağ qaydanmadım. Çox baş ağrısı verməyəcəyəm, 2 bənd yanıq kərəmə oxuyacağım. Görüm qəriblikdə Zəlimxan nə deyir, mən deyim, mənə tamaşa eləyən hər təfcilələrin hamısını sağlam. Ey qərib məmləkət, ey qərib diyar. Ey qərib məmləkət, ey qərib diyar. Demə yollarımı azıb gəlmişəm, gəlmişəm, gəlmişəm.
ne yazıp bir Allah bilir. Alnıma ne yazıp bir Allah bilir. Ben öz dastanımı yazıp gelmişem. Ceylanım, terlanım, ölürem. Dedim ben öz dastanımı yazıp gelmişem. Her ay her güney gelen derdi. Deyirəm canla əziz saxlarama, yerler cananla gelen derdi. Gedən ayağına alır. Sağ olasın, sağ olasın. Ağlama güldürme beni, özgürüm, bülbülüm, ömrüm. Sen Allah gurbette öldürme beni, vatanda qəbrimi qazıb gəlmişəm, gəlmişəm, gəlmişəm. Dedim vatanda qəbrimi qazıb gəlmişəm. Yatıbdır o yağmur. Ele işimiz bir oda qalandığa yerler. Ben yanıram o yağmur, geden ayağını alır. Tamam, hamımızın sağlığınıza. Her bir insan ki eşidi Aşıq Seyri Sunan Aşıq Məmməd məclisdədir. Minnət qoyub bizim boynumuza, gəlib o insanların hamısını sağlığı məhsul. Bizim bərnaməmiz belədir da, indi. Aşığa denən bəri və baxır qadar. Ona denən bəri baxır. Məmməd Ali, sənin öz sağlığı. Sənin başı var. Mənə 2 kəlmə uzaqda oxuyacaqsan. O lal qız ki mədrəsiyə gedib, bax özün oxuyubsan, elə onu oxuyacaqsan. Ağay Pənahidi mən. Cenab-ı Allah da ümid. Hə başı ağının. Benim gözüm üstü. Elə bu sazda yanıq kərəm, qaraçı qurbəti. Aşıq havaları çalınır, sarıtil, dubeyti. Sən axı niyə hərdən Farsdan, Ərəbdən, bunlardan musiqisindən? Gördüm, mənim ustadım 8 dildə şeir oxudu. Yəni bu, əgər deyirik min dilli sazımız, gərək min dildə də danışaq. Mən dedim, bunları çalıram, nə farslara, nə ərəblərə. Dünyaya mən deyəm ki, bunda hər nə çalınar. Əgər bir gün çalanmıram, mən çalanmıram. Bunda irad yoxdur, mən Aşıq Məmməd çalanmıram. İndi mən bir razı niyaz eləyəcəyəm sazımla da, Allah'a verir. Bunu tutuşundan görüm mən. Bağışlayın, hamı böyüklər bağışlasın mən. Sansır olsun. Yox, yox, yox.
Hə, indi sakit ol da, sənin başına dön. Tətil elə, dədə. Əyləş ilə.